Lazımdır. Bu xalqı aclıqla sınağa çəkən hakimiyyət bilməlidir ki, ac qılınca çapar və ağırlarını başlarına yığsınlar. Xalqın vəziyyətini yaxşılaşdırmaq üçün addımlar atsınlar. Bu atılan addımlar, bu verilən sərəncamlar yetərli deyil. Çünki nə təklifimiz var? Təklifimiz var ki, ölkənin büdcəsini artırmaq üçün imkanlar var. Hansı imkanlar? Həmən imkanlardan birincisi dedim ki, xaricdə qoyulan vəsaitlərin ölkəyə qaytarılması, iqtisadi amnistiya. İkincisi, gömrükdə şəffaflığın təmin olunması. Hər il gömrükdə Türkiyədən çıxıb Azərbaycana gələn məhsullar arasında təqribən 3-4 il bundan əvvəl 1 milyard idi, fərq vardı. Amma məncə indi elə deyil. İndi elə deyil, biraz azalıb. Amma başqa yolla artırıblar. Sahibkarlara əlavə qoymaqla, yük qoymaqla, sahibkar xaricdən bir məhsul gətirir. Burada çox ehtiyatlı olun ha. Yəni nə mən, rəsmi, bu məsələ, bu ki, indi deyirsiniz, yaxşı məndə deyirəm ha. Yəni ki, bu deyirsiniz ifadəni, buradan da, yəni o məndə, bax, sahibkar xaricdən gəlir, hansı yükü qoyurlar? Bir dəqiqə. Məni qorxunun əcələ argument deyim, sonra nə yükü deyirsin? Xaricdən hər hansı bir malı gətirir Azərbaycana, televizor gətirir məsələn. Və gətirir onun qiymətini qaimədə göstərir ki, bu televizorun qiyməti 140 dollardır. Bəli. Azərbaycan gömrüyü onun üçün hesablayır. 18% vergi, gömrük vergisi 36% hesablayır. Ondan başqa, onun qarşısına şərt qoyur ki, sən bunu orada 140 dollara almamısan. Sən bunu almışsan 200 dollara. Niyə? Bakı bazarında, mağazasında 200 dollaradır o. Bakı mağazasının qiymətini gömrükdə artıq onlar üçün qoyurlar. Məncə belə deyil. Belə deyil. %100 bilirəm və mənim ən yaxın adamlarım o problemlə rastlaşırlar. Bilsin, bir şey deyim də, ona görə deyirəm. Hər hansı bir dövlət qurumu ilə bağlı fikirləri səsləndirirsə, biz orada argumentə söykənməliyik, faktlara söykənməliyik. Biz yenə deyim ki, bu dövlət bizim dövlətimizdir. Bu xalq bizim xalqımızdır. Müxalifət də olsa, iqtidar da olsa və 44 günlük müharibə, bayaq siz dediyiniz, ona görə qalib gəldik ki, bir olduq, birgə olduq, məqsədimiz bir oldu. Burada da bizim iqtisadiyyatımız da bağlıdır, məqsədimiz bir olanda. Biz hər hansı belə deyim də, yalancı argumentlər yox, o birisi tərəfdən bu kimi fikirlər yox. Burada da biz bir məqsəd olanda iqtisadiyyatımız da daha yüksək arta bilər. O birisi tərəfdən bizim hər bir dediyimiz söz argumentsiz isə dövlətimizin imicinə biz zərbə vurmuşuz.